Salam müəllimlər, hər vaxtınız xeyir. Dünən ödənişsiz WhatsApp qruplarında paylaşdığım 4 sualın izahını indi sizə verəcəm. Birinci sualdan başlayıram. Sual belədir. İntegral m elementlərin 6x minus 4 dx bərabərdir 48. Digər tərəfdən m ilə n-in cəmi bizə nə verilib? 4 verilib. Bizdən soruşur m-in hasilini. Birinci növbədə integralı həll edirəm. Yəni bu integralı həll etsəm müəyyən integralı bərabər olacaq 6x-in ibtidai funksiyası 3x kvadratdır. Mənfi 4-də də minus 4x oldu. Və sərhədlər də qeyd edirəm m-dən n-ə. Bu da bərabərdir 3m kvadrat minus 4n minus 3m kvadrat plus mənfiyə görə plus 4m olacaq. Bunun da qiymətin bizə 48 verib. Bunu biraz sadələşdirək. 3'ü çıxardaq. N kvadrat minus m kvadrat. Onda n minus m. N plus m şəklində yazsaq. Digər tərəfdən 4'ü çıxarsaq bu ikisindən qalacaq n minus m bərabər 48. Və n plus m-in qiyməti 4 olduğuna görə olacaq 12 dənə n çıx m. Çıx 4 dənə n çıx m bərabərdir 48 və qaldı 8 dənə n çıx m 48. N çıx m-i tapdıq neçə? 6. Bizə də m plus m verilmişdi 4 olaraq. Tənələr sistemi üçün bunu həll etsək, tərəf-tərəfə toplayıram. 2n olur 10, n oldu 5. Əgər m 5-dirsə, m nədir? Mənfi 1-dir. Artıq n-lə m-i bilirəm. Bizdən soruşur m vur n hasilini tapın. O da eləyir mənfi 5. Bu da o demək ki, birinci sualımızın cavabı nədir? Mənfi 5-dir. Keçdik ikinci suala. İkinci sual deyir. Y bərabərdir 2x vurulsun 2 minus x parabolası üzərində x-in hansı qiyməti üçün x plus y cəmi ən böyük olar. Yəni bizdən x plus y cəminin ən böyük qiymətini soruşur. Amma x-in hansı qiyməti üçün deyir. X-in hansı qiyməti üçün deyir. Bu ən böyük olar. Aha. İlk növbədə x-i elə olduğu kimi yazıram. Y-in yerinə, bax bu y-in yerinə qiymətini, yəni 2x vurulsun 2 minus x-i gətirib yazıram. Çünki y 2x vurulsun 2 minus x-ə bərabərdir. Bunu biraz sadələşdirirəm. Bunu biraz sadələşdirsəm alıram x plus 4x minus 2x kvadrat. Bu da bərabərdir mənfi 2x kvadrat plus 5x-a. Bu funksiyanın bizə nəyi lazımdır? Ən böyük qiymətini x-in hansı qiymətində aldığını tapmaq lazımdır. Bunun üçün müxtəlif üsullar var. Məsələn, parabola kimi baxsaq təpə nöqtənin m koordinatı, yəni x koordinatını tapa bilərik, törəmə ilə tapa bilərik. Məsələn, parabola ilə baxsaq təpə nöqtənin x koordinatında funksiya ən böyük qiymətini alacaq, yəni ifadə. Bizdən də o m-in qiymətini, yəni x-in qiymətini soruşur. Bunu yazarıq. M bərabər mənfi b böl 2a. B 5-dir. 2a-mızda olacaq 2 vur mənfi 2 olacaq. Məsələn yox, 4-də 5 elə konkret. Digər tərəfdən törəmə ilə yazsaq, bunun törəməsini tapsa olacaq mənfi 4x plus 5 bərabər 0. 4x 5x bərabər 4-də 5. Gördüyünüz kimi hər iki halda x-nə tapdıq, 4-də 5 tapdıq. Demək, x-in 4-də 5 qiymətində ifadə ən böyük qiymətini alacaq. Keçdik üçüncü suala. Üçüncü sualda deyir ki, 2 üzəri x-in kvadratı minus 3x minus 1. Bunun da üzərində x-in kvadratı minus 2x minus 4 bərabər 1 verilib. Bu tip ifadələr biz bir neçə dəfə izah eləmişik, bu tip tənliklər. Demişik ki, burada 2 dənə hala baxırıq. 2 halda bərabərlik 1-ə bərabər ola bilər. Birinci halda qüvvəti 0 götürəcəyik. Minus 4, yəni qüvvət 0 olanda sol tərəfdəki ifadənin qiyməti 1 olur. Buradan əlbəttə ki, diskriminantı 4 minus 16, plus 16, 20 elədiyinə görə diskriminant sıfırdan böyük olduğuna görə həqiqi kökləri var. 2 müxtəlif həqiqi kökü var və həmin köklərin cəmi 2-dir. 1 teoreminə görə. Bizə də deyir, köklərin cəmini tapın. Köklərin birinci halda cəmini tapdım. İkinci hala baxıram. Demişdik ki, ikinci halda oldu ki, əsas, yəni əsas dediyimiz burada 2 üstü x kvadrat minus 3x minus 1-dir. Bu da 1 olarsa, yenə də 1-in bütün qüvvətlərində
ifadənin qiyməti yenə 1 olacaq. Yəni birinci halda qüvvəti 0-a bərabər etdik, ikinci halda əsası 1-ə bərabər edirik. Bu sol tərəf 1-ə bərabər olması üçün bunun qüvvəti, yəni x kvadrat minus 3x minus 1 0-a bərabər olmalıdır. Və bunun da diskriminantını yoxlayıram. 9 plus 4 13. Yəni diskriminant 0-dan böyükdür. 2 müxtəlif həqiqi kökü var. Və həmin köklərin cəmi nəyə bərabərdir? 3-ə bərabərdir. Bu da o deməkdir ki, artıq mən köklərin cəmini cüt-cüt tapmışam. Bütün köklərin cəmini tapmaq istəyirəmsə x1, x2, x3 və x4. Neçə edir? 2 plus 5, yox 2 plus 3 bərabərdir 5. Bu da oldu bizim 3-cü sualımızın cavabı. Keçdik 4-cü suala. Bu suala demişdik ki, günün bonus sualı. X, Y, Z natural ədədləri üçün bizə deyib x plus y plus z 8-ə bərabər ödəyən neçə müxtəlif x, y, z üçlüsü var. Yəni bu bərabərliyi ödəyən neçə müxtəlif x, y, z üçlüsü mümkündür. Bax, bizdən bunu soruşur. Bunların sayını soruşur. Bunun üçün qayda var. Həmin qaydanı mən qeyd etmək istəyirəm. Ümumilikdə belə yazım. A1, A2, A3 plus nöqtələr AN bərabər tutaq ki, olsun K. Bu tip bərabərlikdə əgər A neçə müxtəlif desə ki, A1, A2, A3, AN-lər var, nöqtələr. Neçə müxtəlif bu şəkildə ədədlər var. Kompleks ədədlər var. Kompleks dedim, yəni birgə ədədlər var. Bunu bizdən soruşsa, əlbəttə burada amma şərt qoymalıyıq ki, K böyükdür N. Mütləq belə bir şərt var. K N-dən böyük olacaq. Aha. Yəni K mütləq burada solda yerləşən ədədlərin sayından böyük olmalıdır. Onda bunu belə yazırıq. Buradakı mümkün variantların sayını tapmaq üçün belə yazırıq. Kombinezon K-1 elementdən, burada neçə dənə element varsa onun sayından 1 çıxırıq. M-1. Bu bizə cavabı verəcək. Kombinezon K-1 elementdən N-1. İndi bizdə ədəd, yəni daha doğrusu bu cəmin qiyməti nədir? 8-dir. Ədədimizin sayı neçədir? 3-dür. 3 dənə ədəd var. Onda sualımızın cavabını tapmaq istəyirsə yazacağıq 8 minus 1 elementdən 3 minus 1. Yəni kombinezon 7 elementdən 2. O da bizə verir 7 faktorial böl 5 faktorial vur 2 faktorial. Bunlar ixtisar gedəndə burada 7 vur 6 qalır. 42 böl 2 cavabımız olur nə? 21. Bax, bu da belə. Bu qayda bu tip bütün suallar üçün keçərlidir. Belə. Sağ olun, hələlik.